Şagirdlər, bugün sizinlə monitoring sınaqları kitabımızdan 5-ci sınavın izahını təqdim edirəm. Əvvəlcədən bunu qeyd edim ki, əgər əvvəlki videolarımız sizlər üçün həqiqətən faydalıdırsa, mütləq şəkildə sinif yoldaşlarınızı, dostlarınızı da dəvət edin ki, onlar da videoları izləsinlər və monitoring imtahanında yüksək nəticə göstərsinlər. Keçək suallarımızın izahına. Demək, birinci sualımızda bizdə deyilir ki, yarışda iştirak edən şagirdlər həm 12, həm də 16 nəfər olmaqla cərgəyə düzüldükdə heç bir şagird kənarda qalmır. Yarışda ən az neçə şagird iştirak edir. Biz bilirik ki, şagirdlər bu cür sualları həll etmək üçün nəyi tapmaq lazımdır? Bəli, əkobu tapmaq lazımdır. Əkob 12 və 16. Biz sizinlə əvvəlki sınavımızda əkobun asan qaydalarından birini təyin etmişdik. Əkob, demək, 12-ni 3 vuraq 4 şəklində yazsaq, 16-nı isə 4 vuraq 4 şəklində yazsaq, burada ortaq vurğumuz 4-ü çıxardıq qarşıya, qaldı əkob 3 və 4. 3 və 4 necə ədədlərdir? Afərin sizə, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Onda 4 vuraq, əkob demək 3 və 4-dən bizə çıxacaq 3 vurulsun 4 hasili. Yəni 3-ü 4-ə vursaq 12, 4-ü 12-yə vursaq neçə alınacaq? Afərin sizə 48. Demək, birinci sualımızın doğru cavabı B bəndidir. Keçirik ikinci sualımıza. İkinci sualımızda bizə deyir ki, ifadəsinin qiymətini hesablayın. Bu sualları yəqin ki, çox asanlıqla həll edə bilirik. Gəlin, baxaq görək, birinci modulumuzdan nə alınır? Demək, -8-in üzərinə 3 gəlsək nə alınacaq? -3. Demək, modulda -3 ifadəsini hələ ki saxlayaq. Çıxaq. Demək, burada bir çıxma var, amma burada da bir hasil var. Birinci biz hasili vurmanı yerinə yetirməliyik. -3-ü 4-ə vursaq nə olacaq uşaqlar? Afərin sizə, -12 olacaq. Gəlin, indi burada bir -12-ni yazaq. Daha sonra davam edirəm. Üzərinə gəl, modulda -6. İndi modulları və mötərizələri aça bilərik. -3-dən nə çıxdı? Afərin, müsbət 3 çıxdı. -12-nin qarşısında mənfi olduğuna görə mənfiyə vurulanda müsbət 12 elədi. Modulda 6-dan da nə çıxır? Afərin sizə, müsbət 6 çıxır. Demək, artıq cəmi hesablaya bilərik. Bizim cəmimizdə demək verilibdir. 3 üzərinə gəl 12, 15, üzərinə gəl 6, 21. Doğru cavabımız oldu A bəndi. Keçək növbəti sualımızın izahına. Deyir ki, aşağıdakı kəsirləri müqayisə edin. Biz kəsirləri müqayisə etmək üçün bilirdik ki, onları mütləq şəkildə ya məxrəclərini bərabərləşdirmək, ya da ki, sürətlərini bərabərləşdirmək lazımdır. Mən bu kəsirin sürət və məxrəcini 6-ya vursam, olacaq neçə? 12-də 6. İkinci kəsin sürət və məxrəcini 3-ə vursam, 3-ü 4-ə vurdum 12, 3-ü 3-ə vurdum 9. 12-də 9 kəsiri. Üçüncü kəsirin sürət və məxrəcini 2-yə vursam, 12-də 10 kəsiri. Burada görürük ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan böyükdür. Yəni 6-da 5, yəni 12-də 10, 6-da 5-in ifadəsidir, düzdürmü? Böyükdür 12-də 9-dan, yəni 4-də 3-dən, o da böyükdür nədən? 12-də 6-dan, yəni 2-də 1-dən. Belə bir cavabımıza baxaq görək. 6-da 5 böyükdür, 4-də 3 böyükdür, 2-də 1. Demək, doğru cavabımız 3-cü sualda B bəndidir. Keçək növbəti 4-cü sualımızın izahına. 4-də deyir, tənasibindən x-i tapın. Bunu şagirdlər biz asanlıqla həll edə bilirik, düzdürmü? Biz demişdik ki, tənasibi necə vurmaq lazımdır? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada demək 5 vurulsun 12 bərabərdir. X çıxaq 3 vurulsun nəyə? 2-yə. İndi 5-i 12-yə vursaq, daha doğrusu 12 yox, 1,2. 5-i 1,2-yə vursaq nə alınacaq? 6 alınacaq. Bərabərdir. 2-ni x-ə vursaq 2x, 2-ni -3-ə vursaq çıxaq 6. -6-nı sol tərəfə keçirsək 12, yəni 6 plus 6 12 verəcək. Bərabərdir 2x-ə. Buradan x-imiz nəyə bərabərdir? 6-ya bərabərdir. Bəli, afərin sizə deyirəm doğru tapanlara. Keçirik 5-ci sualımızın izahına. Deyir, aşağıdakı çoxluqlardan hansı çoxluğunun alt çoxluğu deyil? Alt çoxluq olması üçün şagirdlər biz nəyi bilirik?
Afərin. Demək, hamımız bilirik ki, alt çoxluq olması üçün hər bir, yəni bir çoxluğun elementi digər çoxluğun elementlərinə daxil olmalıdır. Yəni, baxaq görək. A çoxluğun elementləri A, D, Y, F və K. Hamısı varmı A-da? Demək, A var, D var, Y var, F var, K var. Yəni A-nın içərisində hər biri var. Demək, A alt çoxluğudur. B-yə keçsək, B var, D var, Y var, F də var A-nın içərisində. Bəli. C-dəkilərə baxaq görək. B var, D var, Y var, F də var. Amma D variantında A var, B var, ancaq C yoxdur. Baxın, bu C A-nın içərisində yoxdur. Demək, onda D variantı verilmiş çoxluğun alt çoxluğu deyil. Keçək 6-cı sualımızın izahına. 6-da bizə deyir ki, çevrə daxilinə çəkilmiş düzbucaqlı üçbucağın tərəfləri nədir? 12, 16 və 20. Onlarsa rənglənmiş hissənin sahəsini tapın. Şagirdlər, biz nəyi bilirik? Biz bilirik ki, demək, bura əgər 12-dirsə, bura 16-dırsa, burada 20-dirsə, 20-ni biz 10 və 10 şəklində yaza bilərikmi? Çünki mərkəzdən keçdiyinə görə diametrdir. Diametr 2 radiusun cəminə bərabərdir. Demək, onda biz əvvəlcə dairənin bütöv sahəsini hesablayaq görək. S dairə nəyə bərabərdir? Nə idi düsturumuz? Afərin sizə. Pi r kvadratı. S dairə burada nəyə bərabərdir? Pi r-in kvadratı. 10-un kvadratı, yəni 100 pi-yə. Bəs bu düzbucaqlı üçbucağın sahəsi nədir? S üçbucaq bərabərdir. 2-də 1, tərəf 16, həmən tərəfə çəkilən hündürlüyümüz isə 12. 12 ilə 2 ilə 16-nı ixtisar etsək 8, 8 12-yə vursaq 96. Biz nə eləmişik? Buradakı üçbucağın sahəsini verilmiş üçbucaqdan çıxmışıq. Onda deyək ki, S bərabərdir 100 pi çıxaq 96. Belə bir cavabımız hansı variantda var? 100 pi çıxaq 96 B variantımızda var. Demək, sahəmiz 100 pi çıxaq 96-ya bərabərdir. Sonra keçək şagirdlər növbəti sualın izahına. Növbəti 7-ci sualımızda bizə deyir ki, imtahanda iştirak edən 180 nəfər şagirdin 105-i oğlanlar, qalanları isə qızlardır. İmtahanda iştirak edən oğlanların sayının qızların sayına olan nisbətini tapın. Demək, baxaq görək biz burada nəyi istifadə edə bilərik. Demək, imtahanda iştirak edən 180 nəfər şagirddən 105-i oğlanlardır. 105 oğlan varsa 180-dən çıxdıq 105-i. Nə aldıq? 75 aldıq. Demək, qızların sayı 75-dir. Qızlar 75-ə bərabərdir. Onda biz deyə bilərik ki, oğlanların sayını qızların sayına olan nisbətini tapın. Oğlanlar nə qədər idi? Oğlan şagirdlər 105 idi. Oğlanların sayının 105-in 75-ə olan nisbətini tapmamız lazımdır. Bunun üçün də biz deyirik ki, demək 5-ə ixtisar etsək, məxrəcdə qalacaq 20, 15, 15-i 5-ə vursaq 75 eləyər. 105-i 5-ə ixtisar etsək, nə qalar şagirdlər? 10-da 5, 2 dəfə 1, 21. Baxıram ki, ixtisarımız natamam oldu. Çünki hər ikisi 3-ə bölünən ədəddir. Onda bir də 3-ə bölək. 3-ə bölsək alınacaq sürətdə 7, məxrəcdə isə 5. Doğru cavabımız oldu 5-də 7. 5-də 7 hansı variantdadır? Bəli, 7-ci testimizin doğru cavabı oldu. Yox, 5-də 7 üzr istəyirəm. 5-də 7 doğru cavabımız D variantı. 5-də 7 D variantında alındı. Keçək növbəti 8-ci sualımızın izahına. 8-ci sualda bizdən nə istədi görək. Deyir, kostyumun qiyməti 150 manatdan 123 manata indi. Aha.
Kostyumun qiyməti neçə faiz endi? Gəlin indi baxaq görək. Bizim enmə qiymətimiz nə qədərdir? 150 manatdan çıxıram 123 manatı alınır bizdə. Demək 27 manat endirim etmişik. Bəs 150 manatımız 100% idisə 27 manatımız neçə faizdir? X faizdir. Buradan tənasibi həll etsək x nəyə bərabərdir? Demək x bərabərdir. Məxrəci də 150 yaza bilərik. Sürətdə isə 27 vurulsun 100 yaza bilərik. Bunu ixtisar edə bilərik 50-yə. Burada bir 2 qalsa, burada bir 3 qalsa, 3 ilə də 27-ni ixtisar etsək, burada qalar 9. 9-u 2-yə vursaq nə olacaq? 18%. Demək, 8-ci testimizin cavabı 18%. C variantı. Şagirdlər, əgər deyirsinizsə ki, müəllim, siz niyə belə yazdınız? Biz tam anlamadıq. Gəlin, indi baxaq ki, düz mütənasib cəmiyyətləri necə yazırdıq? Çarpaz şəkildə bir-birinə vururduq da düz mütənasib cəmiyyətləri. Onda 150 vurulsun x bərabərdir 27 vurulsun 100. 27 vurulsun 100 şəklində yazdıq. Biz buradan x-i təyin etsək nə eləməmiz lazımdır? X-in əmsalını hər tərəfi bölməyimiz lazımdır. Baxın, 27 vurulsun 100 bölünsün 150. Mən bunu sadəcə birbaşa yazdım. Sonra başa düşdüm ki, siz 6-cı siniflərsiniz. Bəlkə hansınızsa bunu necə yazdığımızı anlamadınız. Yenə də ixtisarlarımızı burada da aparsaq. 3, 2... Bu 3 ilə də 27-ni ixtisar aparsaq 9 olacaq. Yenə də cavabımız 18. Yəni əslində mən bir addım daha tez yazmışdım bu sualı. Keçək növbəti sualımızın izahına. Yəqin ki, burada da demək doğru cavabımızı işarələmədik. 18% C variantında doğru cavabımız. Keçək 9-cu testimizin izahına. 9-da bizə nə deyir şagirdlər? Deyir ki, əkov olarsa, əbob AB aşağıdakılardan hansıdır? Gəlin şagirdlər, yadımıza salaq ki, bizim əkobumuzun, yəni vurublar verilən variantında biz nə edirdik? Əkob ən böyük olan qüvvəti götürürük. Baxın, burada A-nın içərisində 2 üstü 5-dir, B-də 2 üstü Y-dir. Amma burada nə götürmüşük? Burada 2 üstü 6 götürmüşük. Onda Y nəyə bərabərdir? Bəli, Y ifadəmiz 6-ya bərabərdir. Onda keçək ikinci. 3 üstü x götürmüşük. Burada 3 üstü 4 var. Burada isə nə var? 3 üstü 5 var. Onda bu o deməkdir ki, x də nəyə bərabərdir? 5-ə bərabərdir. Burada 7-dir, burada da 7-dir, burada yoxdur. Demək, onda biz A-nı yaza bilərik bu şəkildə. A bərabərdir 2 üstü 5, 3 üstü x idi, 3 üstü 5, vurulsun 7. B-ni isə yaza bilərik. B bərabərdir 2 üstü 2 y-i. Y-i neçə tapmışıq? 6 tapmışıq. Və 3 üstü 4 şəklində yazmışıq. İndi gəlin baxaq görək şagirdlər. Biz burada əbobu təyin edirik. Əbob nədir? Hər ikisində olan. Yəni 2 üstü 6 və 2 üstü 5-in içərisində ortaq ola biləcək nə var? A, sağ olun. Afərin sizə. 2 üstü 5 var ki, hər ikisində var. 2 üstü 5. 3 üstü 4 ilə 3 üstü 5-in ən kiçiyi hansıdır? 3 üstü 4-dür. Afərin sizə. 7 isə B-də olmadığına görə əboba daxil ola bilməz. Yəni, doğru cavabımız olacaq 2 üstü 5 və 3 üstü 4. Yəni, 9-cu sualımızın cavabı B bəndi. Keçirik 10-cu sualımızın yəllinə. Onda deyir ki, aşağıdakı parçalardan hansı üçbucaqların tərəfləri ola bilər? Şagirdlər, üçbucağın tərəfi olması üçün hər hansı bir tərəf, qalan iki tərəfin, demək, üçbucağın tərəflərinə belə yazsaq, deyirəm ki, baxın, A tərəfi böyükdür. 3 tərəfimiz var da, məsələn, A, B, C deyək. A tərəfi böyükdür B çıx C-dən, kiçik olmalıdır B üstə gəl C. Yəni, üçbucağın üç tərəfin bir-birindən asıllığı. Yəni, hər hansı bir ixtiyari tərəf digər iki tərəfin fərqindən böyük, cəmindən isə kiçikdir. İndi gəlin burada, məsələn, 4-ü götürək. 4 böyük olmalıdır 12 çıx 7-dən. Böyükdür? Xeyr, çünki 12-dən 7 çıxsaq 5 qalar. 4 5-dən böyük deyil. Demək, bu ola bilməz. İndi deyirəm ki, burada 5 böyükdür. 5 böyükdür. 10 çıxılsın 5-dən. 10 çıxılsın 5-dən.
böyükdür, yox bərabər. Demək bu da ola bilməz. Digər variantımızda isə deyə bilərik ki, məsələn, burada hansı tərəfi götürək? Burada götürək 5-i. 5 böyükdür 14 çıx 7-dən. Deyə bilərik, deyəməyiz. Çünki buradan 7 alınacaq. 7 böyükdür 5-dən, kiçikdir deyil. Demək bu da deyil doğru cavab. Amma burada hansı tərəfi istəyirsə yoxlayaq. Məsələn, baxaq görək 11. 11 böyükdür 19 çıx 9-dan. Bəli, 10-dan böyükdür. Sonra 10 böyük, məsələn burada digər tərəfimiz 19-dur. 19 böyükdür. Nə? 11 çıxaq 9-dan. Böyükdürmü? Bəli. Sonra 9 böyükdür 19 çıxaq 11-dən. 19 çıxaq 11-dən. Yəni buradan da 8 qalır. 9 8-dən də böyük. Demək 3 tərəfin üçünü də yoxladıq. Doğru cavabımız alındı. Demək C variantı bizdə doğru cavabdır. 10-cu testimizi də həll etdik. Keçək 11-ci testimizin izahına. Deyir, aşağıdakılardan hansı qarşılıqlı sadədir? Qarşılıqlı sadə olması üçün mütləq şəkildə onların nə olması lazım idi? Bəli, həmin ədədlərin ortaq vuruğu yalnız 1-ə bərabər olmalıdır. Baxın, indi burada 3-ə bölünən ədədlərdir. Bu olmaz. Burada da 3-ə bölünən ədədlərdir. Olmaz. Burada da 2-yə bölünən ədədlərdir. Bu da olmaz. Amma 6 və 25. 6-nın bölənləri 6, 3, 2, 1-dir. 25-in bölənləri isə 25, 5 və 1-dir. Burada ortaq yalnız 1 olduğuna görə doğru cavabımız olacaq C bəndi. 12-ci suala keçək. Düzbucaqlı koordinat sistemində 3, -2 və B, -3, -6 nöqtələrindən keçən düz xəttin ordinat oxu ilə kəsmə nöqtələrinin koordinatını tapın. Şagirdlər, biz bununla bağlı keçən dəfə əslində bir suala baxmışdıq. Bəlkə həmin videomuzu izləməyənlər var deyə bu sualı yenidən sizin üçün aydın olsun deyə yazıram. Gəlin indi baxaq ki, bizim A nöqtəmiz hardadır? A nöqtəmiz 3, -2 nöqtəsidir. 3, -2. Baxın, A nöqtəsi 3, -2. A nöqtəsi buralarda bir yerdədir. A nöqtəsinin yerini təyin etdik. Sonra keçirik B nöqtəmizə. B nöqtəmiz hardadır? -3, -6-dadır. -3, -6. B nöqtəmiz isə buralarda, baxın, bu B nöqtəmiz düzbucaqlı koordinat sistemində buralarda bir yerdədir. Gəlin indi baxaq ki, indi bizə deyir ki, burada ordinat oxları ilə kəsmə nöqtəsinin koordinatlarını tapın. Əslində biz bu düz xətti birləşdirsək, nöqtələri birləşdirsək, bir düz xətt alınır. Və bir düz xəttin belə deyək, qrafikində təxminən onun hansı nöqtə olduğunu təyin edə bilərik. Amma bu həmişə doğru variant deyil. Həmişə doğru variant deyil. Məsələn, burada -4, 0-ı görürük, amma doğru olmaya bilər. Onda nə edirik şagirdlər? Biz yazırıq ki, mütləq şəkildə. Demək, A-nı yazaq. A-nın koordinatı -3, -2-dir. B-nin koordinatı isə -3, -6-dir. -3, -6-dır. Biz keçən dəfə də buna aid sual demişdik ki, orta nöqtəsinin, parçanın orta nöqtəsinin koordinatı lazım olacaq bizə. Yəni, -3 ilə 3-ün cəminin yarısı, bu bizə nə verəcək? X-i tapmaq üçün. X olacaq, 0 bölünsün 2, yəni 0-a bərabər. Bəs Y-imiz nə olacaq? -2 ilə -6-nın cəminin yarısı, -8-in yarısı isə bizə verəcək -4. Demək, X-imiz 0, Y-imiz -4. Belə bir cavab isə B variantında var. Əgər bunu doğru həll etmişsə, sizə bir afərin deyirəm. Çünki o, digər suallara nisbətən biraz çətin sualdır. Keçirik 13-cü sualımızın izahına. 13-cü sualda bizə deyir ki, paralleloqramın tərəfləri 16 və 20 olarsa, paralleloqram hündürlüklərindən biri o birindən 2 cm böyük olarsa, sahəsini tapın deyir. Gəlin indi baxaq. Bizim paralleloqramımız verilib, şagirdlər. Biz burada hansı qaydaları tətbiq edə bilərik? Deyir ki, paralleloqramın tərəfləri 16 və 20-dir. Bura olsun 16, bu tərəfimizdə olsun 20. Burada 2 dənə hündürlüyümüz var da, düzdürmü? Bir var bu hündürlüyümüz, bir də var buradan çəkilmiş digər hündürlük. Baxın, 2 dənə hündürlüyümüz var. Yəni, bu tərəfə bir də 16 yazaq, burada bir 20 yazaq. Paralleloqramın sahə düsturunu xatırlayırıq ki, demək olmalıdır. Əgər biri
x-dirsə, digəri ondan 2 sm böyük olmalı deyiriksə, böyük olmalıdırsa, demək bura x plus 2 deyək, bura x deyək. Çünki x vurulsun 20 böyük tərəfə kiçik hündürlük çəkilir. Bərabərdir. X plus 2 vurulsun 16 yazmalıyıq. Biz burada 20-ni 4-ə ixtisar etsək 5. Burada 16-nı 4-ə ixtisar etsək 4. Yəni 5x bərabərdir. 4x-ə vursaq 4x üstə gəl 8-ə. Sol tərəfə keçirsək x-imiz, yəni 5x çıxaq 4x alınır x bərabərdir nə? 8. Biz x-in 8 olduğunu təyin etdik. Onda baxın 8 vurulsun 20 160'ı verir. Biz buradan x-in yerinə 2 qoysaq, 8 qoysaq x plus 2 nə verəcək bizə uşaqlar? Aferin sizə. Bizə 10 verəcək. Onda 10'u da 16'ya vursaq yenə də 160'a bərabərdir. Bizdə də bunlar sahəsini tapın deyirdi. Sahəni tapdıq ki 13-cü sualın sahəsi, yəni cavabı C bəndi 160'a bərabərdir. 14-cü sualda isə bizə deyir ki bərabər olduğuna görə ifadəsinin qiymətini tapın. Gəlin bu ifadəni sadələşdirək. 4a çıx 7 üstə gələk. Mənfi mənfiyə vurulanda 4b minus 2. Buradan da alırıq ki bərabərdir. 4'ü çıxartdıq. Baxın 4a-da 4b-də ikisində də 4 var. A üstə gəl b. Mənfi 7 ilə mənfi 2-ci cəmisi mənfi 9'u verdi. A plus B-ni nə verib bizim şərtimizdə? 5 olduğunu verib. Onda 4 vurulsun 5 çıxaq. 4 vurulsun 5. 4 vuraq 5 çıxaq 9. Yəni 20 çıxaq 9 bərabər nə alırıq? 11 alırıq. Bəli, aferin sizə əziz şagirdlər. Siz bu sualları asan yazırsınızsa, monitoring imtahanlarından artıq qorxmayın. Yəqin ki, yüksək bir nəticə göstərəcəksiniz. Deyir ki, 15-ci sualda ABC üst budağında AB bərabərdir, PC bərabərdir 13. Olarsa BD mediandır. Bir dənə baxaq görək. Baxın, bizim demək AB və BC tərəflərimiz bir-birinə bərabərdir. AB BC tərəfləri bir-birinə bərabərdir və onlar 13'ə bərabərdir. Baxın, bunlar 13'ə bərabərdir və BD mediandır. BD mediandır. Mediansa tərəfi yarıya bölür və AD 8'dir deyir. 8'i yarıya bölürsə bu tərəfdə nə olur? 8 olur. Perimetri tapın deyir. Onda perimetrimiz bərabərdir. 13 üzərinə gəl. 13 üzərinə gəl. Nə aldıq burada? 8 və 8 16. Yəni aldıq 26 üzərinə gəl 16. Bu da eləyir bizdə 42. Demək perimetrimiz 15-ci sualda C bəndi 42'yə bərabərdir. Davam edək. 16 ədədlər. Demək 16'da şagirdlər biz bilirik ki mənfi ədədlə müsbət ədəd arasında neçə sayda tam ədəd var deyir. Tam ədəd var deyəndə biz nəyi də sayırıq? Aferin sizə. Biz mənfilərin hamısını sayırıq. Demək, mənfi ədəd oxunu çəksək, baxın, ədəd oxu üzərində göstərim sizə. Bura 0, 1, 2, 3. Və mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6 ədədlərinin arasında deyir. Yəni arasında deyirsə, buradan bura qədər aralıqda. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədədimiz yerləşir. Müəllim, bunun düsturu varmı? Əlbəttə ki, bunun da düsturu var. Biz belə yaza bilərik ki, intervala daxil olan ədədlərin ən birincisi, yəni sol tərəf bunu belə yazsaq, baxın, mənfi 5 daxildir. Bir də nə daxildir? Müsbət 2 daxildir. Onda qayda belədir ki, 2-dən çıxmalıyıq mənfi 5'i, üzərinə 1 gəlməliyik. Sayı tapmaq üçün bu düsturumuz da var. 2 üstə gəlinə 5 bizə verir 7, üzərinə gəl 1 də verdi 8. Bu şəkildə təyin edə bilərik şagirdlər. Digər qaydamızda isə biz nə edə bilərik? Ədəd oxunu çəkib, ədəd oxunun üzərində də tapa bilərik. Keçdik 17-ci sualımızın izahına. 17-də isə bizə deyir ki, katetləri 14 və 5 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Düzbucaqlı üçbucağın sahəsi S bərabərdir 2'də 1, katetlərin hasili demək. 14 vurulsun 5.
2 ilə 14-ü ixtisar etsək 7, 7 vurulsun 5 bizə nəyi verir? 35-i verir. Demək, doğru cavabımız C bəndidir. Doğru tapanlara afərin deyirəm. Keçirəm növbəti sualımızın izahına. 18-ci sualda bizə deyir ki, şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın tam səthinin sahəsini tapın. Şagirdlər, demək, tam səthinin sahəsini tapmağımız üçün mütləq şəkildə onların üzlərinin sahələrini tapmaq lazımdır. Demək, burada 2 üçbucaq var. Onda 2 S üçbucağı hesablayaq. O da bərabərdir. 2 vurulsun. Üçbucağın sahəsi nədir? 2-də 1 vurulsun. Tərəfimiz 16, ona çəkilən hündürlük isə 16, ona çəkilən hündürlük isə 6-dır. Buradan biz 2-ləri ixtisar etsək, 16-nı 6-ya vursaq, alınacaq 96. Demək, biz üçbucaqların sahəsini tapdıq. Sonra S oturacağa baxaq. S oturacaq. Baxın, 16 vurulsun 20-dir. Düzbucaqlıdır axı bu. 16 vurulsun 20, 16-nı 20-yə vursaq nə alınır? 320 alınır. Keçək digər üzümüzə. Burada baxın, ölçümüz 10-dur, uzunluq isə 20-dir. S bərabərdir. Demək, 10 vurulsun 20 bərabərdir 200-ə. Eyni sahə burada da var. Baxın, burada 10-dur. Bax, bu arxadakı hissədə nəyə bərabərdir? Uzunluğu 20-yə bərabərdir. Onda bunu 2 vurulsun yazsaq, 2 ədəddir. Bir də vurduq 2-yə, aldıq 400. İndi sahələri cəmləyək. 400 üzərinə gəl 320, üzərinə gəl 96. Bu da bizə verəcək. Demək, 720 üzərinə gəl 96, 816 cavabını verəcək ki, demək, doğru cavabımız 816 oldu. Hansı variantda? B variantında. 18-ci sualın doğru cavabı B variantı. Keçək. Növbəti sualımız 19-cu sualı. Ədədlər sırasının medianını tapın. Medianı tapmaq üçün mütləq şəkildə nə edildi? Şagirdlər. Afərin sizə. Artan sırada düzdür. 1, 3, sonra 6, daha sonra 7 və 8. Ən ortada duran ədədimiz hansıdır? 6-dır. Demək, sırasının medianı 19-da C variantıdır. 20-ci suala keçək. 20-də deyir ki, hər birindən bir ədəd olmaqla şalvar və köynək almalıdır. Cədvələ əsasən onun seçim variantlarının sayını tapın. Yuxarı seçim variantlarının sayını tapmaq üçün, baxın, biz bundan bir dənə də sual işləmişdik. Əgər mən ağ köynək alıramsa, nə ala bilərəm? Şagirdlər, 3 dənə variantım var. Şalvarı qara, qəhvəyi və nə ala bilərəm? Boz ala bilərəm. Sarı köynək almışamsa, bu dəfə yenə qara, qəhvəyi, yəni fərqli rənglərdə onsuz da. Yenə mavi də alsam, hər birində 3 ədəddir. Yəni 3 seçimim var köynək üçün. Şalvarı da onda 3 fərqli rəngdə götürə bilərəm. Ümumilikdə olur 9 rəngimiz seçilə bilər. Məsələn, bunu bir də göstərim. Sarı köynək almışamsa, bu dəfə də yenə 3 seçimim var ki, şalvarı isə qara, qəhvəyi, boz alım. Yenə mavi köynəyi də alsam, yenə də mənim fərqli 3 rəngdə şalvar seçə bilərəm. Qara, qəhvəyi və boz. Yenə də görürük ki, bax 3 al, 3 al, 3 al. Yəni toplam 9 dənə seçim variantım var burada. Davam edirik 21-ci sualın izahı ilə. 21-ci sualda bizə deyir ki, dairəvi diaqrama əsasən S-nin dərəcə ölçüsünü tapın. Gəlin, indi baxaq görək. Bizim demək, bu hissəmiz nəyə bərabərdir? 10-da 2-yə vursaq 4. 10-da 4. 10-da 3-ün üzərinə 10-da 4-ü gəlsək nə alınar? 10-da 7 deyirsiniz. Afərin sizə. Bəs tam ədədimiz nədir? 1. 1-i biz necə göstərə bilərik? 10-da 10 göstərə bilərikmi? Yəni tam hissədən, bütöv hissədən bu iki hissənin hansı iki hissənin? Demək, baxın, mavi ilə göstərdiyim iki hissənin dərəcə ölçüsünü çıxa bilərik. Onda olacaq, çıxaq. Buradan alırıq ki, demək, buradan alırıq ki, 10-da 10 çıxaq 10-da 7 bərabərdir. 10-da 10 çıxaq 7 bizə nə verir? 10-da 3 verir. Demək, bu S-miz 10-da 3-ə bərabərdir. 10-da 10-luq kəsir şəklində 0,10-da 3 yaza bilərik ki, 21-ci sualımızın izahı oldu bu şəkildə. 22-də deyir ki, tənliyi həll edin. Tənliyi vurub açsaq, 5x üzərinə gəl 5, daha doğrusu çıxaq
2x bərabərdir. X üzərinə gəl 13 yaza bilərik. 5x-dən əvvəlcə 2x-i çıxdıq. Nə aldıq? Afərin 3x aldıq. Üzərinə gəl 5 aldıq. Bərabərdir x plus 13 oldu. Bu halda mən x-i sol tərəfə keçirsəm 2x, 5-i sağ tərəfə keçirsəm 8. X nəyə bərabərdir? 4-ə bərabərdir. Afərin şagirdlər, doğru yazanları təbrik edirəm. Keçirəm 23-cü sualımızın izahına. 23-də bizə deyir ki, hansı qiymətlərində A və B düz xəttləri paralel olar? Paralel olması üçün biz bilirik ki, daxili bir tərəfli bucaqların cəmi, yəni alfa üstə gələk, alfa plus 30-un bu iki bucağın cəmi nə olmalıdır? Afərin sizə 180 olmalıdır. Onda alırıq ki, 2 alfa bərabərli 30-u sağ tərəfə keçirsək 150-yə. Bəs alfamız nəyə bərabərdir? 75 dərəcəyə. Afərin sizə, doğru tapanların hamısını təbrik edirəm. Keçirəm 24-cü sualımızın izahına. Deyir ki, ifadəsinin qiymətini tapın. Biz nə edə bilərik şagirdlər? Biz burada x-in yerinə ədədləri qoyub, x-in kvadratı 25, 5-in kvadratı çıxaq, y-3-ün kvadratı çıx 4 yaza bilərik. 5-in kvadratı 25 çıxaq 9 çıx 4. Olacaq 16 çıx 4, 12-yə. Yəni 24-cü sualımızın doğru cavabı 12-dir. Cavabı qeyd etdik. Doğru tapanlara təbrik edirəm. Keçirəm 25-ci sualımıza. 25-ci sualda isə bizə deyir ki, şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın həcmi nə qədərdir? Demək, ölçülərimizi veribdir. Mən həcmi tapmaq üçün V yazmalıyam. V həcmimiz bərabərdir. S oturacaq vurulsun H. Demək, əvvəlcə oturacağın üçbucağın sahəsini tapaq. S oturacaq bərabərdir. 2-də 1. Tərəfimiz 20. O tərəfə çəkilən hündürlüyü isə bax göstərib buradan nə olduğunu? 10 olduğunu. Biz burada 2 ilə 20-ni ixtisar etsək 10 bərabərdir 100. Bəs hündürlüyümüzü neçə göstəribdir? Hündürlüyü isə 14 göstəribdir. Onda V bərabərdir. Demək, S oturacaq 100 vurulsun. Oldu demək 14 hündürlüyümüz oldu. Cavabımız demək 1400 santimetrin kubu. Doğru cavabımız oldu. 1400 santimetrin kubu. Demək şagirdlər, bununla da biz sonuncu sualımızın izahını təqdim etdik. İnşallah növbəti videonun izahını çəkəcəm. Sizlər də əgər videomuz bəyənilibsə, mütləq videomuzu bəyənək, kanalımıza abunə olaq. Abunə olmayan dostlarımızı da dəvət edək ki, onlar da izləsinlər və imtahanda yaxşı nəticə göstərsinlər.